أتيبين الأتهارين المنتجبين سيما بقية الله في الأراضين. أوصيكم ونفسي بتقوى الله يا عباد الله. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي. Esselamu Aleyküm cəmiən və rəhmətullah və bərəkatuhu. Dəyərli möminlər, inanclı bacı qardaşlar, mübarək cümə günündə özümü və siz əziz dəyərli inanclı bacı qardaşlarımı ilahi təqvaya riayət eləməyə dəvət edirəm. Allah Teala təqvamızı kamil eləsin, aqibətimizi xeyirli qərar versin. Allaha ant verirəm izzət və cəlalına, ömrümüzün gerdə qalan hissəsini ona layiqli ibadət etməkdə Allah bizə tövfiqat bəxş eləsin. İmanımız kamil olsun, dualarımız müstəcab olsun. Muhammed və Ali Muhammedə salavat xətm edin. Hal-hazırda Həzrəti Zəhra günlərini yaşayırıq, Əyyam-ı Fatimiyyə. Keçən cümədə qeyd elədim ki, bu bir neçə cüməmizi xanım Zəhranın haqqında danışaq və o xanımın adına həsr eləyək və inşallah xanımın həm bu dünyada, həm axirətdə Allah inayətini bizə nəsib eləsin. Mən söhbətimin əvvəlini bir sualdan başlamaq istəyirəm. Sual budur. Peyğəmbər dünyasını dəyişəndən az zaman sonra ya 75 gün ya 95 gün sonra Həzrəti Zəhra dünyasını dəyişdi, şəhid oldu. Peyğəmbər dünyasını dəyişəndən sonra çox qısa zamanda nə baş verdi ki, bu ümmət birdən-birə çöyrüldü. Yəni birdən-birə bunlar əvəz oldular. Səbəb nə oldu? 23 il Peyğəmbər risaləti təbliğ elədi. 23 ildə insanları haqqa çağırdı, insanlar şirkdən gəldilər tohidə, La iləhə illallah, Muhammed Rasulullah bayrağının altına gəldilər. Amma çox az zamandan sonra birdən-birə bu ümmət çevrildi. Nə cür oldu bu? Məkkə fəth olanda Peyğəmbərin üzündən tökülən dəstəmazın damcılarına növbəyə durub təbərrük eləmək üçün üzünə çəkən xalq birdən-birə gəldilər, vəhiy qapısına od vurdular. Vəhiy qapısını yandırdılar. Nətər oldu bu? Bunun üzərində biraz düşünmək lazımdır. Ki, birdən-birə bu ümmətin belə əvəz olmasının səbəbi nədir? Ona görə bəzən tarixdə bu məsələni haşiyə salırlar ki, mümkün deyil belə bir şey baş verir. Xanım Zəhranın qapısı yanmadı, Xanım Zəhranın qapısına hücum olmadı, Xanım Zəhra öz əcəli ilə dünyasını dəyişdi. O hadisə ki, nəql olur Həzrəti Zəhra salamullahi əleyhanın tarixi haqqında, onların heç biri olmadı deyirlər. Niyə? Biraz bu tərəfdən, elə bir şey ola bilər. Peyğəmbər təzə dünyasını dəyişib,
Həzrət Zəhranın qapısına hücum bu nə cür olur? Həzrət Zəhra salamullahi əleyhə bu 75 gündə istədi bu ümmətə bunu çatdıra ki, siz nə qədər alçaldınız ki, qoymadınız Peyğəmbərin qəbrinin torpağı soyuya. İmkan vermədiniz buna. Sanki siz startda durmuşdunuz. Peyğəmbərin ölümünü gözləyirdiniz ki, hücuma keçəsiniz. Mənim məsləhətim budur ki, biraz imkanınız, vaxtınız olanda Peyğəmbərin tarixinə diqqət edin və mütaliə edin. Çox xırda məsələlər var. O Peyğəmbərin qapısına od vuranlar kimlər idilər? Onlar elə əvvəldən də o sifətə malik insanlar idilər. Sadəcə onları bəzi məsələlər saxlamışdı və Peyğəmbər onları bu cürünə bir atmosferdə saxlamışdı ki, onlar o cürəti eləyə bilməzdilər. Onlar gözlədilər ta Peyğəmbər dünyasını dəyişə, onlar bu işi gördülər. Bəli, onlar startda idilər. Tarix bunu göstərir. Peyğəmbər dünyasını dəyişib, hələ cənazəsinə qusul verilir, kəfən olunur, Peyğəmbərin cəsədi torpağa dəfn olunmuyub, səqifə qurulur. Kim Peyğəmbərdən sonra müsəlmanların idarəçiliyini öhdəsinə götürəcək? Baxın, söz budur. Əmir əl-Möminin Əli ibn Əbi Talib Peyğəmbərə qusul verir, hənut eləyir, kəfən eləyir, müqəddimə işləri görür, dəfn üçün o tərəfdə davadır. Peyğəmbərin ruhu bədənini tərk eləyəndən bu başdadır. Həzrəti Zəhra salamullahi əleyhə mühacir və ənsarların xanımına dəfələrlə niyə bu müsəlmanlar bu cür tez Peyğəmbər dünyasını dəyişəndən sonra bu cür hücumlara başladılar? Niyə? Həzrəti Zəhra xütbələrində, söhbətlərində bu haqda danışır. Müsəlmanların zəif nöqtələri haqqında Həzrəti Zəhra işarələr eləyir ki, müsəlmanlar bu zəiflikdə idilər, bu işi gördülər. Həzrəti Zəhra bu neçə müddətdə ki, Əli əleyhissalamın vilayətini müdafiə eləyirdi və həmişə də vurğuluyurdu ki, niyə Nur İmam Əmir əl-Möminini kənara qoydunuz və o evə hücum gətirdiniz? Mə hazihil zürə aləllah və alə rasulih. Həzrət Zəhra deyir, buyurur ki, siz Allah və onun rəsuluna nə cür cürət elədiniz? Hansı cürətdən siz gəldiniz bu qapıya od vurdunuz? Hansı cürətdən siz bu işləri gördünüz? Məgər Peyğəmbərin sözü vəhiy deyildimi? Allah təbarək və teala Quranda buyurur ki, "Ma yantiqu anil hava in huve illa vahyun yuha." Peyğəmbər nə danışsa Allahın vəhyidir. Allahın buyurduğudur. İndi Peyğəmbər Qədirxumda gəlir Əmir əl-Möminin Əli ibn Əbi Talibi Allahın iznindən, Allah Taala'nın göstərişindən insanlara işarə eləyir, göstərir. Peyğəmbərdən sonra bu nə cürət idi? Hansı cürətdən Həzrəti Zəhra buyurur ki, siz Allah və onun Peyğəmbərinə hörmətsizlik elədiniz?
Buyurur, turidu en tutfi'en nurallah. Siz istəyirdiniz ki, Allahın nurunu söndürəsiz. İstəyirdiniz Allahın nurunu söndürəsiz bu işdən. Xeyr, Allahın nuru sönməz. Əmir el-Mömini kənara vurdular. Həzrəti Zəhranın qapısına od vurdular. İmam Həsənin başına oyun açdılar. Həzrəti Hüseyni Kərbalada tikə para elədilər. İstədilər bu işlərdən Allah Taala'nın yer üzünə seçdiyi vəsiləri yoxa çıxardalar. Amma Allah Taala bütün az kütlə də olsa dünyada, müqayisəcə də müsəlmanların içərisində az kütlədə də müqayisədə olsa belə, dünyanın hər nöqtəsində Həzrəti Peyğəmbərin, Həzrəti Əmir el-Möminin, Həzrəti Zəhranın və Zəhranın balalarının məhəbbətini daşıyanlar var və siz onlardan birisiniz. Biz iftixar edirik ki, Allah Taala bu dönəmdə bizləri Həzrəti Zəhranın adını bilən və onun məhəbbətini qəlbində daşıyanlardan qərar verirdi. Allah bu məhəbbəti bizdən almasın. Aleykümselam. Həzrəti Zəhra salamullahi əleyha xutbəsində işarə eləyir. Deyir, niyə müsəlmanlar Peyğəmbərin rehlətindən az zaman sonra birdən-birə bunlar əvəz oldular, çevrildilər. Səbəb nə idi? Buyurur ki, birinci budur ki, şeytandan itaət etdilər. Həzrət Zəhra buyurur, deyir, onlar şeytandan itaət etdilər. Özdə layiqli itaət elədilər. Şeytandan layiqli itaət elədilər. Nəticə bu oldu ki, Zəhranın qapısı yandı. Həzrət Zəhra buyurur, və atla'a şeytan ra'səhu min məğrəzih. Buyurur ki, deyir, şeytan başını gizlətmişdi. Həzrəti Zəhra salamullahi əleyha şeytanı tosbağıya bənzədir. Deyir, şeytan tosbağa kimidir. Tosbağanın xisləti nədir? Xüsusiyyəti nədir? Deyir, tosbağa bir xətər görsə, onun bədəninin iki qoruyucusu var. Alt hissə və üst hissə. Tez əyəklərini, başını, hamısını yığar, onun içinə gizlənər. Özünü ondan qoruyar. Ta o zamana qədər ki, o hiss eləyər ki, ondan xətər yox oldu. Tez başı çıxar, əyəkləri çıxar, yavaş-yavaş yoluna davam eləyər. Ta o zamana qədər ki, xətər baş verir. Xətər baş verəndə yenə özünü qoruyur, əyəklərini, başını, quyruğunu öz qabının içində gizlədir. Həzrəti Zəhra salamullahi əleyha buyurur, deyir, insanlar şeytandan itaət etdilər, o zaman ki, şeytan gizlənmişdi. Peyğəmbərin zamanında bunlar bu cürət eləyə bilərdilər, yox, şeytan gizlənmişdi. O tosbağa kimi yuvasında idi. Gözləyirdi Peyğəmbərin vücudunun olmamasını. Onda başı çıxdı. Həzrəti Zəhranın kəlamıdır, Həzrəti Zəhranın moizəsində buyurur. Deyir ki, şeytan meydanı boş gördü və hücum elədi. Və onlar da çox maraqlıdır. Onlar da tez فَأَلْفَاكُمْ لِدَعْوَتِهِ مُسْتَجِيبِينَ. Deyir, onlar da tez cavab verdilər. Şeytan başını çıxartdı, hücuma keçdi. Onlar da heç demədilər, bir nə iş görürsən, bizə hansı vəsvəsə eləyirsən. Deyir, onlar da tez müstəcab elədilər. Elə sanki bunlar şeytanın vəsvəsəsini gözləyirdilər. Ki, şeytan bunlara təklif eləyə və bunlar tez deyərlər, başımız gözümüzdə. Həzrət Zəhra buyurur, فَأَلْفَاكُمْ لِدَعْوَتِهِ تَسْتَجِيبُونَ لِهُتَافِ الشَّيْطَانِ الْغَوِيِّ. Buyurur ki, onlar
sanki şeytanın səsinə cavab vermək üçün möhkəm dayanmışdılar. Həzrəti Zəhranın qapısı yandı. Şeytanın vəsvəsəsi və onların tez cavab verməsi bunu göstərir. Şeytanın vəsvəsəsi haqqında mən bir neçə dənə məsələyə toxunacağam. Əgər vaxtımız imkan yaratsa, olmasa bir hissəsini inşallah saxlayacağam gələn xutbəmizə. Salavat yadıyla Muhammed və Muhammed. Allah Teala Bəqərə surəsinin 168-ci ayəsində buyurur ki: "La tettabi'u xutuvatiş şeytan." Buyurur ki, şeytanın xutvəsindən itaat eləməyin. Xutvə nədir? Xutvə taktika. Şeytanın bəzi taktikaları var. Allah Teala Quran-ı Kərimdə buyurur, deyir, onun taktikalarına getməyin, onun taktikalarının altına keçməyin. Şeytanın hədislərdə var, deyir, 7 növ, 7 cür taktikası var. 7 cür hücumu var. Deyir, onlardan özünüzü qoruyun ki, onun hiləsinin altına keçməyəsiniz. Həzrəti Zəhra bu xutbəsində buyurur, deyir, onlar şeytana müstəcab elədilər. İndi bu 7 sifət ki sayacağım, o 7 sifətin 7-si də onlarda cəm olmuşdu. O 7 sifət onlarda cəm olmuşdu ki, Həzrəti Zəhraya hücum elədilər. Həzrəti Əli əleyhissalamı kənara vurdular. Bəs bunlar şeytana cavab vermişdilər. Şeytanın 7 dənə hiylə taktikasına baş əymişdilər. Onlardan birincisi nədir? Birincisi, o taktikalardan birincisi yuqa beynekumul adavete vel bagda. Allah Teala Maidə surəsi 91-ci ayəsində buyurur ki, düşmənçilik və kin. Kin birinci taktikasıdır şeytanın. Kin. Kin çox pis şeydir. İnsanın qəlbində kin olsa, şeytan ondan istifadə edir. O birinci hücumdur. Bunların qəlbində kin var idi. Nəyin kini var idi? Uhudun kini var idi. Bədrin kini var idi. Bəzilər deyirlər, Uhudda bizim dayımız uşaqlarını, xalamız uşaqlarını Əli öldürdü. Əli əleyhissalam dedi, mən Allahın iznindən bu işi gördüm. Peyğəmbərin dəstəsində döyüşdüm, bu işi gördüm. Dedilər, o bizim qəlbimizdə qaldı. Əli əleyhissalama qarşı bunların qəlbində bir kin var idi. O kin icazə vermədi ki, Peyğəmbərdən sonra bunlar Əli əleyhissalama beyət eləsinlər. O kin düşmənçilik yaratdı. Kin çox pis şeydir. İnsanı həm əziyyət eləyir, həm də eyni zamanda şeytan ondan layiqli istifadə edir və o yoldan hücum edir. Görürsən, hədislərdə var, deyir, məsələn, bir möminlə küslü qalma. 3 gündən artıq küslü qalma. Niyə deyir küslü qalma? Çünki çox küslü qalmaq kin yaradır, düşmənçilik yaradır və nifaqı artırır. Amma salam vermək bu nifaqa nədir? Mani törədir. Bir mömindir, digər möminlə arası xarab olub. O bu cür davamlı olanda kin çox olur. Kin çox olanda düşmənçilik çox olur. Elə deyilmi? Bu sənə belə dedi, o sənə belə dedi. Bu sənə belə baxdı. İndi tərəf işi var imiş. Möhkəm gedib maşınla küçədən, bu da küçənin qırağındaymış. Ətrafındaşlar deyirlər, səni gördü, toza belədi. Danışmıraq bundan. Bu da buna bir dənə yaman deyir. Düşmənçilik gedir, qalxır, bir yeri yetişir ki, 2 nəfər bir-birini öldürür.
şəxsiyyətini indi iki cür öldürmək var. Bir öldürmək var, qılınc çəkirsən, öldürürsən, bıçaq vurursan, öldürürsən, bir də var şəxsiyyətini öldürürsən, terror eləyirsən. Çin şəxsiyyəti terror elədir bəzən. Əli əleyhissalamın şəxsiyyətini o Çinlər terror elədi. Əlinin fəzilətini dandılar. O Çin qoymadı əlinin fəzilətini bəyan eləyələr. Həzrət Əlinin məqamını kiçiltdilər. O Çin qoymadı o məqamı ucaldılar. Dəstəkləmədilər. Bax, Çin gəldi, hara çıxartdı? Ta vəhiy gələn qapıya qədər cəhdi bunları o qapıya od vurdurdu. Həzrəti Əlinin evi bilirsiniz. Peyğəmbərin qəbrini ziyarət gedənlər görübdülər. Allah getməyənlərə də nəsib eləsin. Məscid-ün Nəbi Peyğəmbərin qəbridir. İnşallah gedəndə görərsiniz. Peyğəmbər öz evində dəfn olub. Öz evində dəfn olub. Sadəcə sonradan o Peyğəmbərin məscidini böyüdüblər, qəbri gəlib onun içinə daxil olub və kənarında, ətrafında qonşular var. Onların qapıları Məscid-ün Nəbiyə açılır. Peyğəmbər gəlir, deyir, qapılarınızı bağlayın. Bir dənə qapı açıq qalacaq. O kimin qapısı? Əli əleyhissalamın qapısı. Dedilər, niyə? Dedi, bu açıq qalacaq. Allahımın göstərişidir. Bu qapıdan başqa bütün qapıları bağlayın. Onlar ki, qəlblərində Əli əleyhissalama kin var idi, o daha da artdı. O kin səbəb oldu ki, bugün əks eləyiblər. İnşallah gedəndə görərsiniz. Bütün qapılar açıqdır, Əli əleyhissalam qapısını bağlayıblar. Əks eləyiblər. Ziyarətə gedənlər görürlər. O da iki il idi, bir il bundan qabaq açmışdılar təbərrükən, sonra bilmirəm geri bağladılar mı ya yox. Əli əleyhissalamın qapısını açmışdılar. Üstə yazıblar, babı filan kəs, babı filan kəs, babı filan kəs, babı Əmirəl-Möminin məbsud, bağlıdır. Peyğəmbər dedi, o qapılarınızı bağlayın, bu qapı açıq qalsın, indi onun əksini elədilər. O qapıları açdılar, Peyğəmbərin qapısını bağladılar. Əmirəl-Möminin qapısını bağladılar. O qapı ki, ora vəhiy nazil olurdu. Peyğəmbər dəfələrlə o evdə olanda Cəbrail nazil olub Peyğəmbərə vəhiy gətirir. Vəhiy qapısına hücum elədilər. Allaha and verirəm izzət və cəlalına. Allah Teala bizləri şeytanın şərrindən xilas eləsin. O gün vəhiy qapısına hücum eləyənlər bu gün də Zəhranın məclisinə hücum eləyirlər. O gün vəhiy qapısını yandıranlar bugün Həzrəti Zəhranın şəhadət məclisinə töhmət vururlar, irad eləyirlər. İnsanların beynini çaşdırırlar ki, bu məclis yoxdur, cəfəngiyatdır. Həzrəti Zəhra salamullah əleyha öz əcəlindən dünyasını dəyişibdir. Məhşər var, qiyamət var. Biz boynumuzun vəzifəsini yerinə yetiririk və məhşər günü Allah nəsib eləsə Həzrəti Zəhranın üzünə baxa bilərik inşallah. Allah Teala bu məclisləri bizdən qəbul eləsin. Allah Teala cüməmizi mübarək eləsin. İnşallah yaxında yenə bir məclisimiz məscidə baş tutacaq və gününü tam dəqiqləşdirim. Səhifələrdə qardaşlar elanı paylaşarlar. Orta məclisi inşallah bir neçə günə vaxt eləyək. Elan eləyəcəm dəqiq vaxtını. Bir dənə xanım Zəhra adına yenə məclisimiz var. Bir dənə də Allahın izni ilə axırıncı şəhadətdə də bir dənə məclisimiz olacaq. Allah Teala dualarınızı qəbul eləsin. İmam Zaman ağanın zuhurunu təzil eləsin. Aqibətimizi xeyirli eləsin. Dünyadan keçənlərimizin hamısı ruhunu şad eləsin. Salavat yönləyin. Allah. Bismillahirrahmanirrahim. Vel-asr. İnnel insane lefî khusr. İllellezîne âmenû ve amilu's-sâlihat ve tevâsav bil-haqqi ve tevâsav bis-sabr. Sallu ala Muhammed ve âli Muhammed.